Salam, mən Bozqurd və bu günləri yeni video ilə qarşınızdayım. Bildiyiniz kimi son attığım Ofeliya Əliyeva videosuna, eleştiri videosuna çox linç gəldi və mən o linçləri oxudum və hamımızdan, bütün Ofeliya və təqibçilərindən çox-çox üzr istəmirəm. Niyə üzr istəyim ki? İnsan haqsız olduğu mövzuda üzr istəyər. Mən ki bu mövzuda haqlıyam. Əgər bir insan haqlı olaraq üzr istəyirsə, bunun iki səbəbi var. Ya o insan qorxudulmuşdur, ya da o insana pul ilə səs kəsilmişdir. İndi isə birazdan videomuzun əsas məqsədinə baş salacağam. Onda keçək videoya. İndi bəzi izləyicilərim mənim həqiqətən də bu qədər üstündə əsdiyim mövzuda üzr istəyəcəyimi fikirləşdirir, amma belə bir şey olmadı təbii ki də. Əgər səhvim varsa üzr istəyərəm, əlbəttə, amma burada səhvim yoxdur. Nəysə, videoya keçim. Bugünkü videomuzun mövzusu sizin mənə elədiyiniz eleştirilər, etdiyiniz tənqidlər bu videoda sizin qarşınıza çıxacaq yorumlarla, keçən videomdakı. Və onda ilk yorumumuzla videomuza devam edək. Birinci yorumda iki hissə var, ona görə iki dənə ayrı cavab verəcəm. Birinci hissəyə gəlsək, deyir ki, düzəldir, nə olsun ki, ondan sənə nə dəxli? O videoda əziyyət çəkir. Birincisi, mən orada eleştirirəm yəni, ondan mənə nə yox. O AI video ilə sadəcə qapaq fotoğrafları bilirsiniz ki, YouTube'da izlənmək üçün nə qədər keyfiyyətlidir, yəni vacibdir. Bu insan AI ilə düzəldir. Yəni bunu mən eleştirirəm sadəcə. Bu bir qayda pozuntusu deyil, bunun bir kuralı yoxdur yəni. Amma mən burada eleştirdim sadəcə. Nəysə, bunu keçirəm. İkinci, deyir ki, əziyyət çəkir. Əziyyət çəkir, videoların heç birində edit yoxdur. Nadirən sadəcə kəsit eləyir, atır YouTube'a. Bitdi. Bundan bir il əvvələ kimi bu heç bir edit eləmirdi. 1 il 6 ay kimi bir müddətdə heç bir edit eləmirdi. Nadir adlı bir də şəxs var. O gəldikdən sonra kameraman olur və bütün editləri o özü eləyir. Bəli. Siz indi deyəcəksiniz bu da yalandır. O haqqında video var idi, amma tapa bilmədim, onu sübut eləyəcək. Amma yəni onu sonradan öz Discord sunucumda paylaşacağam. Ona görə Discord'a gəlməyi unutmayın. Orada yəni bütün məlumatları paylaşacağam. Yorumlara devam eləyəcək. Yorumlar çoxdur, siz bundan narahat olmayın. Amma yorumlara devam eləməzdən əvvəl bir mövzu daha var, onu sizə başa salmaq istəyirəm. Mənə spam eləyirlər və telif atmağa çalışırlar. Bunda elə-belə kanallar da deyil. Bildiyin Ofeliya fanları 8000, 2000, 3000 təqibçili insanlar eləyir yəni mənə. Və heç videoma baxmadan yəni deyirlər ki, sadəcə post paylaşırlar və deyirlər ki, bu insanı spam eləyin, bu böyüməsin, bu kanalı sildirək kimi postlar paylaşırlar. Və bu etik deyil, düz də deyil. Bir insan videomu izləmədən niyə məni spam eləsin? Buna məntiqli bir cavab verə bilərsiniz? Yox. Belə uşaqlarla, yəni mən mühattab olmaq istəmirəm çox. Amma yəni bunun yanlış bir şey olduğunu mən yenə də başa salmaq istədim. Bəzi uşaqlar, ya insanlar başa düşəcək mənim dediyimi. Amma nəysə, yorumlara davam edeyim mən. Bu yorumları tez-tez oxuyacağam. Onda 3, 2, 1. Birinci yorum. Sən hələ Ofeliya sonra Ofeliya haqqında danışarsan. Birincisi bir kimsəni eleştirmək üçün onun səviyyəsinə düşmək lazım deyil. Mən bir tənqid kanalıyam və istədiyim kimi eleştirə bilərəm və buna paxıllıq deyilmir. İkinci yorum. İkinci yorumda deyir ki, sən özün onu qısqanırsan deyə bu videolar çəkirsən. Sigma, Sigma, Sigma və Sigma və əsəbə emojisi. Bilmirəm TikTok'da necədir, amma YouTube'da belə bir şey yoxdur yəni. YouTube'da nə qədər çox emoji qoyursan, qoy haqlı olduğunu göstərmir bu. Bu tipli çox yorum vardı, ona görə hamısını bir yerdə topladım və görürsünüz. Gəlin keçək 3-cü yorum. Bax, bu əsl yorumdur. Mənim videoda dediklərimi tənqid edib eleşdirib. Qıbaq fotosunun AI olması videolarının zəhmətini itirmir. Necə yəni? Heç bir əziyyət çəkmir. Marketdə qalma videosunda müdiriyyətin xəbəri var. Ofeliya özü də deyir ki, işçilərin heç birinin xəbəri yoxdur. Sonda isə zarafata deyib, niyə bu qədər ciddiyə almısan? Başa düşmədim. Digər marketdə qalma videolarına baxsan, belə olduğunu onsuz da görərsən. Deməli belə izah edir. O insanı mən orada dedim ki, işdən çıxardıla bilər. Onda bilmirsə, onun bilmədiyini də bilirsə, o da niyə onu elə bir təhdid eləyir, mən bunu müdiriyyətə göstərəcəm. Bəlkə də o insan işdən çıxardıla bilərdi. Nəysə, keçək 4-cü yoruma. 4-cü yorumda mənə qarşı həqiqətən ciddi bir iddia irəli sürür və deyir ki, belə videoları Türkiyəli YouTuber Beyaz Kurt da paylaşır. Birincisi Beyaz Kurt'u tanıyıram və onun videolarından ilham alaraq bu kanala başlamışam, eleştiri kanalına. Bu videoları onun sayəsində çəkmişəm, ilham olaraq.
və deyir ki, ondan çalıb adını Bozqurd edib. Birinci ad çalmaq deyə bir şey yoxdur. Əgər adın birəbir eynisini eləsəydin bu çalmaq sayılacaq idi. Amma mənim adım Bozqurddur, onun adı Beyazqurddur. Bu aralarda fərq var. Beyazqurd nə vaxtdan bəri Azərbaycan youtuberlarını eleştirməyə başlayıb? Və haçandan bəri eleştirmək sadəcə bir kanala aid olub? Bunu həqiqətən də mən çox məntiqsiz buluram. Yəni bu yorum heç məntiqli deyil. Heç mənası da yoxdur. Yəni adı salmaq deyə bir şey yoxdur. Onun adı Beyazqurddur, mənim adım Bozqurddur. Əgər burdakı eyniliyi heyvan növündə və rənglərdə görürsənsə, o sənin problemindir. Bu videodakı bütün fikirlər mənə aid, mənə xüsusidir. Deyirlər ki, sən çox ciddi alırsan, gəlin onu biraz əylənək, digər yorumları oxuyaq. Bu ne videodu? Koy süni intellekt olsun. Bak sana ne? Sen de süni intellekt et, sen de et, sen de et. Mən də sənə qıcıq oluram. Oğul, mənə nə, hamı məni sevməli deyil ki. Yığışın bunu eleştirin. Bunun zarafattan başı çıkmır. Mən harda ciddi olacağımı çox yaxşı bilirəm. Hələ ki elə bir ciddi ortamda eləncəs boş-boş zarafat eləmək heç vaxt eləmərəm. Axırda stikersiz bir yorum tapa bildim. Elə göydən gedirsən ki, nə bilirsən ki, dəqqə bir qol bir qafiyələdir. Ofeliya belədir, ağıllı ol. Heç kimə qarışma, öz haqqında video paylaş. Burnun görmədiyi yerə başını soxma. Burunlarda nə vaxtdan bəri göz var, burnum necə görəcək bilmirəm. Yorum yazırsınızsa ən azından keyfiyyətli yorum yazın. Sən kimsən? Sizə nə var? Videonun açıqlamasında yazmışdım. Sən nə var desin və cavab olaraq artıq cavab verməyəcəm. Bezdum artıq cavab verməkdən, bezdum. Olsun qari, onsuz da mən bilirdim süni intellektdir. Sənə nə var? Xahiş edirəm, sənə nə var suallarını çıxardaq videodan, artıq bezdim sənə nə var cümlələrini görməkdən. Bu yorum mənim həyatımdan 3 dəqiqə uğurladı, o 3 dəqiqə mənə geri ver. Bax sən kimsən bilmirəm, amma özünü yığışdır. Ofeliya Aliyeva çox qəşəng blogerdir. Bir də bəlkə də Ofeliyanı qısqanır. Amma sən kimsən? Nə olar beləncə yorumlar yazmayın. Gedin az dili müəlliminizə ya da valideyninizə yazdırın bu mesajları. Amma xahiş edirəm özünüz yazmayın. Yazırsınız ki, qısqanır, amma sən kimsən? Belə bir cümlə quruluşu yoxdur. Belə bir şey yoxdur. Davam edirəm. 1-2 dənə video paylaşımsan deyə özünü yığışdır. Bax, eyni cümlə içində 2 dəfə özünü yığışdır cümləsini işlədirsən. Belə bir şey yoxdur. Mən keçdiyimə görə belə bir şey yoxdur. Harda seçilmişdim. Neysə, əgər sən bir də Ofeliya Aliyeva haqqında şey paylaşsan, onda görəcəksən nöqtə qoyursan zaten. Niyə nöqtə yazırsan gədə? Cümlün bitib, niyə gədə cümlə bitirirsən? Nöqtə niyə yazırsan? Xahiş edirəm, valideynlərinizə yazdırın bu mesajları. Qəti və çox sərt bir biçimdə tövsiyə edirəm. Neysə, dostlar, heç kəs buna baş qoşmasın. Onsuz da başdan xarabın biridir. Ofeliya Aliyeva haqqında danışma bir də. Siz Ofeliya Aliyeva izləyiciləri, like, buradan qoysun özümüzü göstərək. Cümlədə bəzi sözləri səhv qoymuşsan ardıcıllığı, amma eybi yox, sənə 5 verirəm. Müəllimlər əvvəl 5 verirdi, mən də oradan verirdim. Ah, eski günlər. Mən də vaxtında məktəb 3-cüsü idim mən. Axırdan ikinciliyi sirk yoldaşım paylaşırdı. Neysə, köhnəyə yad eləməyə davam eləyək. Əslində düz deyirsən, bunu etməməli idi Ofeliya, amma onu linçləmə, üzgün Smalik. Bu biraz oldu insandı, bilinir. Aşağısından da başqa bir insan yazıb ki, sən bir də onun fanısan, Giz. J hərfinə, giz deyil, giz. Fırım sizin izleyici başınıza. Birincisi, hamı səninlə eyni fikirdə olmalı deyil. Hamının öz xüsusi fikri var. Yəni sən sadəcə onun izleyicisi olduğun üçün onu dəstəkləyirsən. Onun səhvlərini göz ardı edirsən sadəcə ünlü olduğu üçün. Neysə, yəni dediyim kimi bu kimi uşaqlarla çox muhatap olmaq istəmirəm. Ofeli Eliyeva yox. Ofeli Eliyeva. Heç soyadını da deyək. Yan, hər şeyi başlayalım.
Mən bundan 3 ay, 4 ay bundan əvvəl mən Minecraft içərikləri ürətən bir kanal idim və adım Mən Oyunçu idi. Kanalı türkcə, türk dilində içəriklər çəkdiyim üçün insan bir aradan sonra türk dilinə öyrəşir və türkcə danışmağa başlayır. Bəzən öz ana dilində yaddan çıxardığı olur. Qarşı-qarşıya bir insanla danışdığımda türkcə danışıram. Amma bir kompüterimi, bir mikrofonun qarşısına keçəndə istər-istəməz türkcə bəzən sözlər çıxır ağzımdan. Birincisi uşaqlardan zəhlənmir. Mözələnmə, Minecraft oynayan ərgən. Birincisi Minecraft oynayan ərgən olmur. İkincisi də belə bir cavab verim. Ergənliyə necə giriş, necə çıxış olduğunu və ergənlikdə nələr olduğunu mən sizə öyrədərdim, amma tərbiyəm icazə vermir. Biologiyadan mənə zəng elə, sənə ətraflı bir dənə dərs verim. Özü oxşa baxır, amma linçləyir. Mənə maraqlı odur ki, sevmədiyi, tənqid etdiyi Ofeliya Əliyevin videolarına baxıb və linçləyir. Yenə gəldilər həmin tayfa. Dostlar, baxın, əgər birisinə linçləmirəm. Linçləmə indi gördüm bu arada, indi fikir verdim. Linçləmə yoxdur. Mən sadəcə orada onu tənqid edirəm. Onun səhvləri ilə qarşılaşsın. Səhvlərini görsün deyə mən bu videoyu paylaşdım. O videoyu paylaşdım. Bundan da dərs çıxartmalıdır yəni. Bu pis bir şey deyil. Siz niyə pis bir şey kimi algılayırsınız? Heç bir fikrim yoxdur. Bu bir tənqid videosudur. Nəysə, bunu keçdim. İkinci olaraq deyirsiniz ki, bəs sən niyə izləyirsən videolarını? İzləmədən mi gedib onu eleştirsəydim, onu tənqid eləsəydim, yalandan böhtan atsaydım? İzləyib qərar verməliyəm mən belə şeylərə. Siz necə fikirləşirsiniz? Heç bilmirəm. Bəzi izləyicilərim mənə yorumlarda deyir ki, bəs o 1-2 saatlıq videolar çəkir, sən isə sadəcə 10-13 dəqiqəlik videolar çəkirsən. Gəlsə YouTube alqoritmasını başladım və bu insanın sadəcə sizin için değil, 1-2 saatlığı sizin için değil, sadəcə pul üçün çəkdiyini izah edeyim. YouTube alqoritması belə işləyir. YouTube algoritmasında video nə qədər uzunsa, videonun uzunluğuna o qədər də reklam düşür. Və bu reklamlarda hər insan, yəni Ofeliya Aliyeva pul qazanır. Nə qədər çox video uzunluğu, o qədər çox reklam və o qədər çox da pul. Mən pul qazanmağı açmamışam. Mənim videolarım qısa-qısadır ki, insanlara həm bu qısa zamanda hər şeyi başa salıram, həm də səhvlərini tənqid edərək göstərirəm. Yəni o sizin üçün 1 saat, 2 saat çəkdiyini düşündüyünüz YouTuber əslində eleştirir bəlkə də, bilmirəm. Onun öz necə olduğunu, necə bir insan olduğunu dərindən bilmirəm. Heç kim bir insanın iç yüzünü görə bilməz. Amma yəni 1 saat, 2 saatlıq videolar, uzun videolar ona görə edir ki, daha çox izlənməlisin. Dediyim kimi, nə qədər çox uzun video, o qədər çox reklam və o qədər də çox pul deməkdir. Videom bu qədər idi. Gələcək video kimi sağ olun, salamat qalın. Mən Bozqurd.